Salam, Satisfy Çıkışa kanalına hoş geldiniz. Bugün sizinle birlikte Squishy defteri düzəldəcəyəm. Ya Squishy defteri düzəldəcəm ya da sticker defteri. Geçək. Bu arada binder de düzəldəcəm çünkü Blackpink binderim neredeyse təmiz yok olmaq üzərədir. Scotch falan, çağız falan getirip gələm. Bize lazım olan şeyler qayçı, A4 vərəqi və Scotch. Scotch olarak mən balaca Scotch işlədəcəyəm. Çünkü böyük Scotchla düzəldəndə elə də yaxşı olmur. Qıraqlarını kəsmək zorunda qalıram. Balaca Scotchla daha da asan düzəltməyə çalışıram. Bu arada bunu 40 qəpiyə almışam. Siz xətkeşlə eləsəz daha qəşəng olar. Amma mən xətkeşim yanımda olmadığı için yani göz qərarı eləyəcəyim elə bir şey. Mən bunu belə qatlayacağım. Ne boyda olmanı istəyirəmsə o boyda qatlayıram. Sonra bunu belə yani eyni şəkildə təzədən qatlayacağım. Ben bir tane vərəq işləyəcəm. Çünkü o kadar da çok stikerim yoktu. Sonra bunu belə kəsdikdən sonra belə açın. Sonra təzədən qatlayın və belə qatlayın. Gözlemən qatıb gəlin. Bunları belə qatladım 3 dənə. İndi düz buradan kəsəcəm. Siz də kəsin gəlin. Siz daha qəşəng sərgələrsəz daha qəşəng olar. Mən squash eləməyəcəm. Bildiyimiz dəftər eləyəcəm. Yəni squash dəftər. Sticker dəftəri. Belə. Mən bir dənəsini belə götürdüm. En ortadakini götürün, daha düz olur. Sonra belə kəsin buradan. Yəni bu yerlərdən kəsin. Bunları belə kəsdikdən sonra bunları belə üst-üstə yığaq. Bunu mən təzədən kəsəcəm, daha yeni olsun deyə qıraqlarından belə. Bu arada bu videoların yorumları açıqdır. İstərsəniz nə düzəltməyimi istəyirsinizsə yorumlara yazın. Belə kəsdim. Sonra sizin üst-üstə not dəftəri kimi eləyim, yoxsa yandan mı? Mən yandan eləyəcəm. Belə ortadan qatlayın. Bunları belə qatladıqdan sonra belə götürün 2 dənə. Təzədən kəsdim bu arada mən. Qatladıqdan sonra daha düz olsun. Sonra Scotchla bunun bura kimi tamamilə Scotchlayın. Bu iki vərəqi ortadan bir-birlərini Scotchladım belə. Amma bunun ortası bax belə açılır. Yəni boş verək. Sonra məsələn bir dənə vərəq götürün və bunu tamamilə belə Scotchlayın. Məsələn Scotchlayın. Belə. Arxasını eləyin. Yəni daha Scotch daha uzun çəkəndə arxası da eləyir yəni. Ben arkasını eləmədim. Elə bir dənə qabağını elədim və arxası da oldu. İndi bunu belə arxadan çevirin. Sonra buradan bir dümdüz Scotchlayın. Siz neçə vərəq istəsəniz eləyə bilərsiniz. Hatta məndə belə 3 dənəsi artıq qaldı. Bir də 2 dənə belə artıq qaldı. Mən 4 vərəq elədim. Burada Liana yazısı var idi. Buna yapıştırdım. Böyle bir defter oldu. Böyle. İndi deneyək. Ben Blackpink stikeri deneyeceğim daha. Mini bir Blackpink stikeri gördüm böyle. Yok bu yoktu içinde. Yani bunu götürdüm. Atıp gelin. Böyle götürdüm ve yapıştırdım. Tam oldu.
Belə. Burada bunun arkasına da yapıştırabilirsiniz ve buraya yapıştırmasanız da olar. Yani beləydi. İnşallah beğenmişsinizdir. Sağ olun. Yani bundan sonra belki binde düzeltme olabilir. Yani hatta hamısını doldurup geldim. Ha, böyle doldurdum. Burada koyacağım. Ama bu da beləydi. Bu binderi daha çok paketlerin ağzını bağlamak için işlədərəm diye düşünürəm. Bunu da buraya belə koydum. Bunlardan bir şey düzelteceğim kesin. Buna göre bunları buraya koyaq. Bu da beləydi. İnşallah beğenmişsinizdir videoyu. Bizimle kalın. Sağ olun.